Dostlar, günlərim göbələk çipsinin necə hazırlanmağını, əsas qaydasını biz göstərəcəyik. Göbələk ancaq zirə göbələk və göbələk necə olmalıdır? Nə çox böyük olmamalı, nə çox kiçik. Buraları da açılmamalıdır bunların. Bu hissəsini kəsib çıxardırıq. Bu hissəsini kəsib çıxardırıq. Bu hissəsini niyə kəsib çıxardırıq? O deyim. Bu hissəsi çox qalın olur, pişmir. Bu pişməyəcək. Ona görə bunları kəsib çıxardırıq. Göbələyi də nə çox qalın eləmir, nə də çox nəzik eləmir. Bu görsədim bunu yaxından. Görürsünüz bunu. Amma ancaq belə. Görsədirəm hamısını. Atırıq bunu qabağa. Gedirik yumağa. Yuduq dostlar. Yuyandan sonra buna əlavələrimiz nə eləyirik? Çox adam səbzəli knor vurur. Yox, qardaş, toyuq knoru. Səbzəli knor qaraldır, qapqara eləyir. Səbzəli knorumuzu vurduq. Xahiş eləm duzu ver. Səbzəli knor. Biraz duz əlavə edirik buna. Biraz sarı kök. Deyəsiniz ki, sarı kök qaraldır yağı, qaraldır. Amma ki, rəng olaraq çox gözəl rəng verir. Və şirin paprika. Acı paprika olmaz. Şirin paprika. Və nə edirik? Qarışdırırıq. Qəşək bunları qarışdırırıq. Etdi, kraxmal. Kraxmala atırıq bunu. Yaxşı kraxmalda qarışdırırıq. Bu bir-birinə yapışa bilər. Görürsünüz, bir-birinə yapışır. Bunları bir-birinə aralayır. Bunun üstündə artıq qalan kraxmalı yavaş-yavaş belə edirik ki, üstündə artıq qalmasın. Şef səni ağlasın. Getdik, gəl. Yağımızı görsən, tərtəmiz yağdır. Getdi yağa. 1, 2, 3. Gördüyünüz kimi göbələk çipsimiz demək olar ki, hazırdır. Bax, gördünüz, rəngini görürsünüz dostlar. Bax, yaxın gəl, biraz yaxın gəl, bax. Səsə bax, çaşıldayır. Reçi qabı ver, reçi. İki dəqiqəyə atırıq qızğın yağa hazır olur. Altına salfetka qoyuruq bunu. Niyə? Artıq yağı çəksin. Bax. Elə bil ki, nədir? Daşdır, daş. Gəl bura, gəl. Nə ilə? Bu gedir, əsl soğuz, tartar soğuzdur. Özümüz düzəldirik. Bax. Bunun bir dənəsini mən yiyə bilərəm də, bax. Əsl göbələk çipsi budur dostlar. Sağ olun, öpürəm.